Azərbaycan var olsun, istəməyən kör olsun. Hər vaxtınız xeyir olsun, əziz traktorçular. Bizim kanalımıza, Azərbaycan Traktorçular kanalına xoş gəlmisiniz. Həmişəki kimi sizin subscribe-ınıza və like və kommentinizə ehtiyacımız var. Təşəkkür edirik ki, bizim kanalı seçmişsiniz baxmaq üçün və yazdım çağırmırdı tümü ki. Bir dana təqribən bu fəsl yaxşı bir tim idi. Qəbl az tətilatda ki getmişdi. FIFA'da əvvəlinci rədədə idi və Təbrizdə Bonyan Dizeldə biz ondan mizbanlıq elədik və qəbl az oyundakı bir daha şeylər vardı. Məxsusən buna xatir ki biz keçən fəsl bu timinlə biraz haşiyəli oyunumuz vardı və orada yadınızda olsa ki çoxlu oyunculara tohin oldu, məxsusən Beyron məndə və Benoy öz timlərini ötürüb və pirozçuluq eləyirdilər. Yadınızda olsa Keşali şutamı qəziyyəsi oldu ki, şuta az qaldı məhrum eləyələ və çoxlu daşdan, nə bilim, su qabından filandan atdılar oyuncumuza. Çox əziyyət elədi, çox bir hörmətlik elədi və o biraz həssasiyyət yaratmışdı ki, məxsusən Skotisdə qəbl az oyun gəlib bu sahibədə demişdi ki, cəhənnəm yaradacaq. Hala bir təlviyyəni şair eləmişdi yəni o timin şəraitin çətinləşəcək ki, təəssüfən hərfin əxbari ki, hətta burada gəlibdi. Yadınızda olsa bir zaman maşın sazının mürəbbisi idi ki, heç onu tanımazdı. Gəlib məsələn Koro oxur ki, sabahlar məsuliyyət aydıraqını filandır. Bu tür bir haşiyələr istəmişdi ki, Benoy propaganda yapsın və ehtimalı uduzmağa salsın ya məsələn bəzi haşiyələri İskoçisin və traktorun başına. Hal-halda 11-ci həftə ligin bərqüzar oldu ki, bir oyun əlbəttə biz müvəffəqimiz Mələvanla qalır feylən. 8 Azərdə saat 4:30-da Bonyan Dizeldə bu oyun bərqüzar oldu və hətta zamanı ki bir dana daha verdi ki biz elə xoş xatirəmiz yoxdur biləsindən. Bu oyunu bizə qızavət elədi. Bizim əsli tərkibimiz ərz edeyim səri və gedək oyunu və o qolları bərdaş eləməyə. Bizim əvvəliyyə tərkibimizdə tibqi rival ki bir dana oyundan sonraki və ondan qabaqki Ədibzarı idi. Ondan sonraki Əliza benim mən məhrumiyyəti xoşbəxtanə təliq olub və fikrimdə çox üstün vurmurlar. Elə bu cür qalacaqdı. Hala bir xas xəbər yoxdur ona görə. Hala canından şahit sonra yenə də qeytərli hala işim yox. Ondan sonra bizim qabaq difalarımız tibqi rivalı bu oyunlar ki Nadir yox idi. Sadıq Məhərrəmi sağda oynayırdı və Daniel sola getmişdi yenə. Vəsətdə də həmişə kimin setlərlə şuda əsas difalarımız təşkil edir. Təəssüfənə Məhərrəmiz dəqiqi 7-də məsuliyyət arz oldu biləsən və Ayskosuz məcbuən elə qeytərdi həmin şəraitə ki, Nadirini qeytərdi öz yerinə sol tərəfə və fikirəm Daniyalı qeytərdi sağ tərəfə və əsli yerinə. Bəs oldu təvizdən sonra difalarımız Nadiri Suda Sedlər və Daniel İsmailfər. Qabaqlarında Tibor Həlloviç 7-ci nömrə ki, xoşbəxtanə yaxşı oynayır biləmizə və sabit yerini tapıbdı tərkibdə. Onun yanında elə eyni Nəsəfin oyunu kimi Xamir Bökov üzbək hafbəkimiz oynayırdı. Şumarə 21-imiz və sağında Əmirsin və solunda Mehdi Turabi. Gələ bu oyun Skotsiz tərcih vermişdi ki, Loşqyan oynasın və əziz olsun xidmətçə ki, Haşim Nicat otursun Nimkətdə və onun yanında Drojdek ki, qabaq oyuncumuzdur. Neçə qol vurmasa da bu oyun yenə etimad eləmişdi Ayskoçuz və tərkib əslə qoymuşdu. Şumarə 25-imiz. Hərfdəki çox istəmirəm cüziyyata gedən məşhur oyuncularından bir iki dənə xarici oyuncu var ki, məxsusən keçən həmin o bizi yazdakı oyunumuz əziyyət elədi. Etsun Mardin qol elədi, yaxçı da qol elədi, düzey haşiyalı qol elədi və insafən yaxçı qol eləyib bilələrini. Və o oyuncular ki bizə çox məşhur və demək olar hatta tanışdı və bizdə də sabiq oynama Əli Tahirandır ki, Türkmen Təbrizli oyuncudur. Və ondan qalan Hadi Həbib Necat ki, keçən il bir ayaqçı qol vurdu biləmizə. Yenə də bu oyunda əlbəttə ki, ərz edəcəm qol vurdu və Nikolas Utazo və Reyni bir dənə qərəbi oyuncular var ki, 11-ci nömrənin qabaqda oynayırdı və Riza Mirzai ki, onun yanında oynayırdı ki, qədim fikirəm yadınızda Sipahanda oynardı bu oyuncu. Ərz olsun xidmətçə ki,
təvizi icbari kərz elədim dəqiqə 7. Ondan sonra bizim bu oyunda nimi əvvəldə kullən sarı kartla davə çox söyürdük kat firma. 23-cü, 24-cü, 32-ci dəqiqə hərfin oyuncuları sarı aldılar və dəqiqə 45-də bizim Turabiyə hala sarı verdik. Bu sarılar ayında da fikirlərim biləmizə dərd yaratacaq. AS Koçis əvvəl nimə çox yaxşı biz top oynamadıq. Elə çox da həssas və xətərnak mövqeyiyyətimiz olmadı. AS Koçis də bunu düşündü mənim nəzərimə. Yaxşı bir təvizlərlə timi kullən fikirlərim saatların biraz dəyişən kimi oldu məxsusən hafifək vəsət və qabaq oyuncularımızda. Recə Deşkiyaçun gətirmişdi vəsətdən biraz sol tərəfdə oynadırdı. Yaxşı qararısı yox idi və təviz oldu. Mehdi Haşim Necat getdi yerinə və əvəzi Xamil Bokov da Mehdi Şiri ki biləxərə əlaqəsi var Skoçisinin oynadır onu gətirdi yenə. Onlar dediyim ki, bir dənə fəqət dəqiqə əvaxiri nimə bir dənə çox yaxşı mövqeyiyyət düşdü Əmir Hüseyn ayağına ki, onu çox yaxşı qol tutdu. O demək olar mövqeyiyyətdən sonra əksərən biz payla top vəsətdə həddi bədəl oldu və iki dənə də hərfin yaxşı mövqeyiyyəti var ki, biz xoş şanslıqla qol yemədik. Gedək dəqiqə 47 ki, əvailə nimədir ki, və tim qeydibdi və mən fikirlərim AS Koçis yaxşı tozif və yaxşı analiz eləmişdi hərfi və bu bahis oldu ki, bizim oyuncular hoşyarlıqla, özü ki, görürsünüz, dəqiqə 47-də Şiiri bir dənə pas verir. Haşim Necat burada əvvəldə iştibah bir dənə pas verir. Hərif Mürsət top yetişmir, bəli. Hərifin oyuncuları təqdim edir topu Haşim Necata. Haşim Necat vaqəən burada yaxşı bir topçuluq elədi və bir dənə yaxşı Tudər pasla Drojdəki yaxşı mövqeyiyyətdə qərar verdi və o da bir dənə keyfiyyətli həmlə ilə və şutla ki, kamilən də burada qolerin bir təsiri ola bilmədi. Topun üstündə və bahis oldu məxsusən bu səhnədə görürsünüz ofsayddə əslən dəri bəğəl dürbündür. Ofsaydı kamil difa doldurmuşdu və əlbəttə bu çəmənin də vəziyyəti iftizahlı burada kamilən müşəxəs görürsünüz. Seçəldir çəmən hər halda. Məcburuq ki, bu Bonyan Nizeldə hələ feylə mezbanlıq eləyək və Drojdəki ki, vaqəən yaxşı bir şutuna gördü zaviyə müxalifi və birinci qolu səmərə yetirdi. Burada hərif kamilən şok oldu və xoşbəxtانه biz eləyə bildik tezliklə 2000-ci qolu da yəni 3 dəqiqə fasilə ilə biz səmərə yetirək ki, bu qolu da yenə də həm xidmətçisə təqdim edirik ki, Mehdi Haşim Necat yenə də vəsəti meydanı topa sahibdir. Topu sağda verir Əmir Hüseynə. Əmir Hüseyn bir daha yaxşı pas və yaxşı sant demək olur və Drojdəki ki, bu oyun vaqəən amadə idi və o neçə oyunu ki, qol vurmamışdı. Demək olar ki, məxsus Alminium oyundakı eləyənmişdi, tətrik eləsin. Təqribən qol vurmamışdı və oyun əvəzini açdı. Yenə də baxırıq Əmir Hüseyn yaxşı bir keyfiyyətli santla topu yetirdi Drojdəki və o bir dənə yaxşı ki, baş zərbəsi ilə bahis oldu ki, Martin təslim olur və biz 2-2 qabağa düşək. Vaxtı hərif 2-2 məxsusən bizim meydanda Kürdaliyə. Burada demək olar ki, kamilən bizim tim qalib olur oyuna bəli. Bir dənə biz demək olar qafilgirlikdə çəkmişdik biraz Daliyə. Bahis oldu 55-ci dəqiqədə o ki görürsünüz. Onlar sol tərəfdən bir dənə yaxşı gəri oyuncular vardı ki, gəlir girmə həvvət edərimə mütəəssifanə burada tipki bir dənə pis adət və epidemik Haşim Necat tapıbdı. O tərəfdə qullan dedik təsirində ki, hər ikisində də yaxşı təsir var idi Haşim Necat. Bəli, burada Hala Piruzun oyunda da xəta vermişdi. Burada gəlir məhəbbətən içində. Bir mövrid demək olur üçün baxsaz bir şeydə ura təkrar eləyək. Daniel da oyunçunun gəlirdi ki, rədd olsaydı ehtimalən Daniel topu vuraydı, Corneli'yi alaydı. Təəssüfən Haşim Necat bilirsiniz bizim də oyunculara həssasiyyət çoxdur. Eyni Piruz kimində hər şey ayağını qoya tərəfin üstündə və deyirlər ki, Şəms Azərin oyunlar zeyrim. 1000 dənə dəli toz gətir ki, o topa vurmuşdu əvvəl filan toz eləyirdi. Bizim bərəks o sistemlər ki, AS Koçis demək olar ki, oyundan sonra işarə eləmiş ki, çox çətin tutuldu bizə və asan tutuldu o sistemlərə. Kamilən cinahaya vurmuşdu Piruzu timinə. Bizim məhəbbətəmizdə o cür həssas da davəllər. Koçislərin bir dənə demək olar dokunma ilə
Dəbətman tərəfi Tələmanla Davər penaltı eləmir hərfin nəfinə və Hadi Həbib Necat ki, keçən fəslər elədim, bir yaxşı qol vurmuşdu. Burada keçib durur topun dalında və vurur tərbən vəsətə. Deyirəm məndi. Çırıqdırır və eləyə bilmir qolu qabağını alsın. Bir dana qollar onlar qollan, neynirlər? Cubran eləyirlər. Ki burada biraz həssas oldu oyun. Fasilə azaldı bir dana qola. Biz oyun təqribən yenə də əlimizə aldıq. Bunu da ərz edeyim ki, dəqiqə 70'də Tımsa iştiraklı gəldi Turabin yeni. Turabin əvvəlliyi əslində yaxşı top oynamadı. Bunu da ərz edeyim xidmətçi. Biraz ruhiyyədən əncizə neysə seyir məxsus bütün milliyin gəziyəsi təsir qoyub da Turabin üstündə. Hala bəzən deyir ki, ikinci nim fəsli məmulən Turabi yola düşər. İnşallah ki, o cürlər umudumuz odur ki, həttəmən Turabi amadə bizim tim niyazı var. Məxsusən Alvezin gedəndən sonra və Turabi ki, toplara getmir, əncizəsi yoxdur. Paslar biraz elə tələsih verir, biraz şələxdə oynur. Ona biz elə adətimiz yoxdur və söymürük bu Turabi. Ayskoçda bu düşünmüşdü. Məxsusən ikinci məndə oynadı. 20 dəqiqə təqribən 25 dəqiqə keçmişdi nimədən. İskoçuz təviz elədi biləsən və iştiraklı gəldi. Səyə və yenə də biz 2 dana bu nimədə həmin iştiraklı ki 10 dəqiqə girmişdi Səyə 80-da yenə sarı alır və 88'də də Məsud Kazımini gətirmişdi İskoçuz Əmr Hüseyn yenə. Əmr Hüseyn də ligdə biraz qol zənidə biraz zəif əməl edib bu oyun əlbəttə bir daha pasa qol verdi. Və dəqiqə 98'də xoşbəxtانه bir dana biz ərz bir xidmət ki, yaxşı həmlə ilə eləyə bildik ki, hərf təhtə fişar qərar verək. Burada o cür sol tərəfimizdən bizimki Nadir gəlmişdi və bu gün qəşəng fəalidir. Əlbəttə burada Tibor Halilovic girir məhvətənin içinə və yaxşı bir dana hərəkət edən hərfin falan demək olur ki, çırıqdırır və təht fişar qərar verir. Onlar kamilən çəkirlər biləsən. Hətta Davər əvvəldə burada idami bazı oyunun devamını dəstur verdi və sonra var xoşbəxtانه girdi vəsətə və çağırdı Davər və kamilən bizə haqqımız olan penaltını nəfimizə tutdular. Bir dana ki, yaxşı bir əməlkərdi vardı və demək olar tim o birliğin və demək olar Drojdekin o fədakarlığını göstərdi. Burada Drojdek eləyə bilərdi, götürə topu və vura və 3-cü qolu vura və bu oyunda yenə Almiyomət hat-trik eləyir. Bəli, hala həmvətən hesablanır da, vətəndaşdılar. İştiraklı ki, neçə vaxtı biləmizə qol vurmur və biraz o ruhiyyədən aşağıda təht fişardı. Gətirirlər penaltı verirlər ona və xoşbəxtانه iştiraklı da çox yaxşı bir zərbə ilə Mardeni ki, biraz ədəb verdi qolun içində və işarə edildi. Baxsaz bu səhnədə də müşəxxəsdir. İşarə ki, vur bura. Xoşbəxtانه iştiraklı da onun sözünü yerə salmadı və dəqiqən vurdu o yeri ki, Mardeni deyirdi və yaxşı cavab verdi biləsinə. Biz intiqam oyunu 2-2 oldu yadınızda olsa. Yazdı aldıq və mütəəssifانه 3-1 oyunumuzu qutardıq. Dəqiqə 99'da da fişka çalındı. Bu oyunun biraz haşiyəsi vardı. Məxsusən Hənif Umranzadə ki, tanıyırıq hala biz. O zaman mən qəşəng yadımda futbolçuluq zamanında haşiyəli bir oyuncu idim. Olub olan mürəbbiləri. Gəldi bir bilmirəm görmüsünüz ya yox. Müsahibə ki, oyundan sonra əncam verdi. Kamilən demək olar ki, qabaqdan gəlməliq elədik və dedi ki, mənim sözüm yoxdur danışmağa və hər nə mənə deyiblər, tam vərdişgahda özlərinə bu bir ləfsindən çox qələt və bir tərbiyyətanə bir ləfsin özlərinə misal eləyirəm filan durdu getdi. Biz bunun ki, icazə verə xəbərnigarlarımız orada sual soruşsunlar və desinlər ki, nədir olur yazdı, o belə bizə daş atırlar, tohin eləyirlər, heç zat demişsiniz siz. Bəli, gəlirsiniz burada qabaqdan gəlməliyiz. Beni o istəsiz Ferrari Rubecolo deyirlər da eləyəsiz və ərz bir xidmət ki, o uduzmaq ki, fənni babətdə uduzmuşsunuz, adam gəl qəbul edir. 3 dənə qol yediniz, uduzdunuz. Allah onu istədi, tövcih eləyə və mən oradan ki gördüm, biz elə xas odur, məsələn, vərziş qata bilirsiniz, şahid bir dənə Koreya oxuna, bir şey tənəti onunla, bəli odur, şədid halətdə daş atılar, tohin olar, cəvviyana, təşənnüz yanına mən o cür bir şey görmədim. Məxsusən biz timimiz qabadı, əslən o cür məmulən oyunlardakı tim bizim məxsusən
meydanımız olsa kamilən görmüşük müsbət enerji olar, o cür bir şeylər olmaz və ərz və xidmət ki, şurada da bu oyunlar ki getdi 20-ci oyun oldu ki, bu fəsildə oynayırıq. Bir dənə bir nöqtə ərz edeyim şuraya görə və az cümlə oyuncular ki, çox həm Team Millidə oynayıb, həm Traktorda 20 dənə əsli tərkibdə oynayıb və yetişib düz əvvəlin oyunculardan ki, bu tədada yetişibdir. Bir dənə rekord nəzərə gəlir və yaxşı bir əməlkardır və amadəliyini göstərir və bir dənə də ki, əgər bu rəvəndi idamə versə, tezliklə yetişəcək 600 dənə oyunu ki, İran futbolunda əncam verib, çox imkan verir, sifət və keyfiyyəti ki, vaqəən göstərdi. Onun olmağı Xeybərin oyunundakı biz təəssüfani eləyə bilmədik, nəticədə uduzduq hərəfi meydanında və əsas oyunda 2-3 dənə oyun var ki, vaqəən həsrət yeyəcək. İnşallah əlbəttə cübran eləyək fəslin axırınacan və eləməsək vaqəən mən çox həsrət yeyəcəm. Messi Rəfsincanı ki, 3 heçə gəldi o günlərimə. Sipahan tutdu biləsin və Rəsul Xətibi ki, vaqəən bizim timin qabağında şeir olmuşdu və həmin elə timin gəlmişdi qabağımızda əcib qərib bir oyunundan əlbəttə biz bəlkə şansıq gətirdik. Heç bir müsahibə elədik hərəfi meydanında. 2 imtiyaz oradan əldə etdik ki, vaqəən həqqimizi tutaq. Bir dənə ondan çox həsrət yeyirəm və bir dənə də həmin bu Xeybərin oyunu ki, dəqiqəli biz eləyə bilərdi oradan bir daha müsahibə alıb və bir imtiyaz indi dəşt eləyək. Ki, bədbəxtanə biz o oyunu ağuza elədik hərəfi. Bu oyunda fikirəm Behtərin oyuncusu mənim nəzərimə Duma Gödroj'dəki 2 daha gol və Haşim Nicat əlbəttə yaxşı bir nömrə ala bilərdi. Bu 2 dənə oyuncu yaxşı nömrə ala bildilər. Amarda tez ərz edeyim xidmətçisə çox vaxt çalmıyor. 57-də isə bizi çıxış kamilən müşəxəs malikiyyət. Bizim əndi 43 dəsə hərəfindən 12 dənə biz götürmüşük, 4 dənə olar. 6 dənə çarçuba deyil, bir dənə olan ki, 6 dənə xarici çarçubudur bizimki, bir dənə olan ki. Bloku şurada 2 dənə olar olub da bizdə heç zat olmayıb. Maharatu 3 dənə olan qol ilə mahar elib bizimki heç zat. 3 dənə sarı kart biz almışıq, 6 dənə olar, 9 dənə sarı kart verib daha verim təəssüfani. Məsələn, bir qolu tam sana kart ərusuz deyirlər və toy kartı idi veriblər. Və qırmızı almayıblar xoşbəxtlərinə bizim tim 6 dənə kolonel vurduk ki, təəssüfani bir əsəri yoxdur, 4 dənə hərf vurdu. Bu oyunun kamilən fikrim hər bir şeyin ərz edilən xidmətçiyə ki, bu oyundan sonra biz əvail bəbləzin ki, o hərfin tüm bir daha da ayrı gündə İstiqlal oynayacaqdı. Qəbləzin ki, onlar oynayıb 3-cüyə getdik. Cədvəli və İspahanın İstiqlal ki, bir uzda əlbəttə bizdən qabaq oynamışdı. Onları unutmağına görə baiz oldu ki, bizim rədəmiz yenində şahindələr. Biz 5-ci timik, ondan oyunun əlbəttə bir dənə də oyunumuz müvəqqət ki, inşallah mələva olsaq, o gələcək. Hətmən ki, cübran eləyək və imtiyazlarımızı qalxızıq. İndi bu feyli halətdə qəbləzin ki, Mələvanla oynayaq, 4 dənə oyun. Biz utmuşuq, 4 dənə müsahibə eləmişik, təəssüfən 2 də uduzmuşuq İstiqlalla Xeybərə. 16 dənə gol vurmuşuq ki, Behtərin xəttəmlə bizim əlimizdədir, əlbəttə İstiqlalla bahəm. Və 7 dənə gol yemişik ki, orada da əlbəttə Sipahın bizdən az gol yiyibdir. Düz yaxşı xəttə defalarıq. 9 dənə təfazülümüz var ki, burada belə münazi və bizimlə rəqib olmayan timik ki, təfazülümüz birincidir, çox yaxşı təfazülümüz var. 16 imtiyazla ərzlədi 5-ci rədədik ki, inşallah eləyə bilsək Mələva utaq. Ki, Mələvan da bu həftələr əlbəttə elə yaxşı nəticə almayıb, əksər müsahibəyə uduzubdur. 9-cu rədədədir, əlbəttə hələ oyunumuz qabaqdadır ondan. Eləyə bildik ki, 19 imtiyazla hələ bel qüvvə deyərlər də bu imtiyazı. Gələk və həm imtiyaz olaq, əlbəttə İstiqlalın da bir də oyunu əlbəttə, orada deyim ki, onda bir də oyunu var ki, hələ məhrum dənət olaq. Hələ fərz eləyək onlar oyunu oynamayalar. Biz elə 19 imtiyazdan yenə sədrə çox yaxın olacaq. İstiqlal o oyunu utubiya müsahibələrsə, onu da fasilə açacaq biləmizən və biz həsrət yeyəcək və gərək çox ehtiyatla, diqqətlə bu ligin idaməsində imtiyaz olaq tanıyım fəs ta cədvəlimizi cədvəldə hətta gəl 1-2-lik da saxlayaq ki, bilirsiniz, 2-ci lim fəs məxsusən əşağı timlər ki, suqut xətəri ehsas edəcəklər da, onlara o rahat qol yeməyəcəklər və özünün görə dastanı var ki, özünüz hamıdan yaxşı bilirsiniz. Ayəndə oyunumuzdakı Pənşənbə ərz olsun xidmətsə ki, İstiqlal Xuzistanın biz Təbrizdə oynayacaq və ehtimali çox, inşallah yaxşı bir nəticə ilə oyunumuza olsaq, hətmən ki,
imtiyazını qazanıb və cədvəldə özümüzü yuxarı çıxacaq. Mən çox təşəkkür edirəm əziz dostlardan. Yenə də xahişim olacaq ki, təşrif gətirəsiniz, kanalınızı subscribe eləyəsiniz və dostlarınızı mərifə eləyin, komment qoyun və şeir eləyin, bizə ruhiyyə verin bu iş üzrə. Çox təşəkkür edirəm mənə təhammül elədiniz, sözlərimizə və videomuza qulaq asdınız. Yaşasın Azərbaycan, yaşasın traktor.